Havaların isinməsi ilə avtomobillərin yanacaq sərfiyyatı da artıb. Sürücülər deyirlər ki, qışda mühərrikin soyuq olması benzin və dizelin normadan artıq işləməsinə səbəb olduğu kimi, yayda da kondisionerin işləməsi yol xərcini artırır. Yanacağa yayda qənaətləmək olur, çünki kondisioner dediyim kimi istifadə edirik ona görə. Xətt çox olduğundan ən çox avtobus nəqliyyat vasitəsindən istifadə edirəm. Nə qədər xərciniz çıxır? Aylıq 200 manata yaxın çıxır. Qənaət eləmək üçün evdə oturmaq lazımdır. O da mümkün deyil. Günə 20, 30 manat, 15 manat, 10 manat yəni yanacağa mən pul verirəm. Maşını gərək aqressiv sürməyəsən, normal sürəsən. Avtomobil ustası Ruslan Əliyev deyir ki, yayda yanacaq sərfiyyatının artmasına bir neçə amil səbəb olur. Yay aylarında əsasən yanacağın sərfiyyatı artıq olması ilə bağlı çox vaxt kondisionerin belə deyək təsiri var və yaxud da ki, avtomobilin tıxaclarda sürülməsi ilə bağlı yanacağın sərfiyyatında fərq eləyir. Normalda şəhər içi avtomobil məsələn 10 litr civarında yandırırsa, kondisioner rejimində 1 litrə yaxın fərq eləyir. Elə olur ki, saatlarla avtomobil tıxaclarda qalır, hətta 2-3 litrə qədər yanacaq sərfiyyatının artıq olması ilə bağlı sərfiyyat olur. Ustanın sözlərinə görə bəzən texniki nasazlıqlar da bu aylarda yanacaq sərfiyyatını artırır. Sürücülər artıq xərcə düşməmək üçün bəzi qaydalara diqqət etməlidirlər. Avtomobilin mühərrikxanasında olan hər hansı bir nasazlıq, istər alışdırma şamları olsun, istər yanacaq püskürən farsunkalar olsun, onlarda çirklənmə olarsa, alışdırma şamları istismar müddətini bitirərsə, yanacaq sərfiyyatında fərq olur. Təbii ki, benzin mühərriklərdə daha çox yanacaq fərqi olur. Yəni yay vaxtında kondisionerin işləməsi ilə bağlı, yanacağın artıq yandırması, içməsi. Əsasən yanacağın artıq içməməsi ilə bağlı kondisioner rejimini lazım olduğu vaxt, məsələn, istiliyin daha çox olduğu vaxt istifadə etmək lazım ki, yanacaq sərfiyyatında çox sərf eləməsin. Ruslan Əliyev onu da bildirib ki, əgər nəqliyyat vasitəsinin kütləsi ağır və mühərrikin həcmi kiçikdirsə, bu zaman yanacaq sərfiyyatı daha çox olur. İri həcmli mühərrik olan avtomobillərdə isə kondisionerin işləməsi sərfiyyatı bir o qədər də artırmır. Xələf Xələfov, Cabbar Qaryağdıoğlu, Kənan Qafar, Xəbər Ertəsi.